Siyasətin izahlı lüğəti efirdədir. Şolts'un sözlərinə görə qloballaşma sənayesi inkişaf etmiş ixrac yönümlü ölkə kimi Almaniya üçün sərfəlidir və bu vəziyyət davam etməlidir. Qlobalizm nədir? Sualımızı Siyasi Elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Mətin Məmmədli cavablandırır. Qlobalizm iqtisadi, siyasi, mədəni inteqrasiyanı təşviq edən qlobal qarşılıqlı əlaqələr sistemidir. Bu anlayış sərhədlərin silinməsini, qlobal bazarın genişlənməsini və dünya xalqları arasında əlaqələrin gücləndirilməsini nəzərdə tutur. Qlobalizm xüsusilə ticarət, texnologiya, kommunikasiya və beynəlxalq əməkdaşlıq sahələrində özünü göstərir. Qlobalizmin əsas məqsədi dünya miqyasında qarşılıqlı asılılığın artırılmasıdır. Bu iqtisadi baxımdan sərbəst ticarət zonalarının yaradılmasına, siyasi baxımdan isə beynəlxalq təşkilatların təsirinin güclənməsinə səbəb olur. Lakin qlobalizm bəzən bir çox hallarda tənqid edilir, çünki o milli suverenliyə və mədəni muxtariyyətə təsir edən faktor kimi qiymətləndirilir.